Hadisələr göstərir ki, 2025-ci il Azərbaycan üçün milli gücün möhkəmləndiyi, dövlətçiliyin daha da gücləndiyi və beynəlxalq mövqələrin təsdiqləndiyi il oldu. Prezident İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni müraciətində səsləndirdiyi fikirlər də Azərbaycanın keçdiyi yolun, əldə etdiyi tarixi nailiyyətlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji xəttin aydın mənzərəsini ortaya qoydu. 2025-ci ildə Azərbaycan xalqı tarixi zəfərin 5-ci il dönümünü böyük fəxarət hissi ilə qeyd etdi. Elə Vətən müharibəsindən sonraki dövrdə də əsas strateji hədəflərdən biri zəfərin beynəlxalq və siyasi müstəvidə möhkəmləndirilməsi oldu. Bu istiqamətdə qarşıya qoyulan məqsədlər tam şəkildə reallaşdırıldı. Biz Vətən müharibəsindəki zəfərimizdən sonra yorulmadan bu zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək üçün və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim zəfərimizi qəbul edir və bizim haqlı olmağımızı əyani şəkildə görür. Bugün Azərbaycanın qalib dövlət statusu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunur. Qarabağ məsələsi artıq beynəlxalq gündəlikdən çıxarılıb. ATƏT-in Minsk qrupu tarixə qovuşub və bununla da münaqişə mövzusu beynəlxalq platformalarda tam olaraq qapanıb. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin Vaşinqtonda, dünyanın ən mötəbər ofisi olan Oval ofisdə, Amerika Birləşmiş Ştatları prezidentinin iştirakı ilə təsdiqlənməsi isə döyüş meydanında əldə etdiyimiz tarixi qələbənin beynəlxalq səviyyədə tam tanınmasının siyasi ifadəsi oldu. Azərbaycan həm yaxın şərqdə, həm indi ABŞ-la münasibətlərdə böyük bir irəliləyiş əldə etmişdir. Ancaq bunun hamısını 2026-da da davam etmək üçün olduqca vacibdir ki, bütün istiqamətlərdə və ələlxüsus indi cənab prezident bunu da qeyd etdi ki, Ermənistanla sülhün demək olar ki, axıracan gətirib çıxarılması və indi bizim böyük layihələrimiz var, o cümlədən Zəngəzur dəhlizindən bağlı bu işləri də irəli aparmağımız. Hər bir halda Azərbaycan demək olar ki, inkişafı üçün həm xarici zəminləri, həm daxili zəminlər mövcuddur və bu inkişaf davam olunacaq. Azərbaycanın beynəlxalq nüfuzunun artması və müstəqil siyasət kursu dövlət başçısının müraciətinin əsas mesajlarından biri oldu. Bərabər hüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan bu siyasət çərçivəsində ölkənin daxili işlərinə hər hansı müdaxiləyə qətiyyən imkan verilmədiyi açıq şəkildə ifadə edildi. Bu uğur birinci növbədə hakimiyyətin və xalqın birlik nümayişi nəticəsində olub. Ancaq qarşımızda gələn il kifayət qədər həm iqtisadi cəhətdən, həm beynəlxalq vəziyyətlə bağlı özümüzü səfərbər olunmuş hiss etməliyik və həm silah baxımından, həm hazırlıq baxımından, həm təşkilatı baxımından ordumuzun hər bir kənardan Azərbaycana təcavüz ya müdaxilənin qarşısını almaq üçün hazır olduğunu dilə gətirdi. Xalq iqtidar birliyi, siyasi iradə, hərbi güc və iqtisadi potensialın gücləndirilməsi bir daha göstərir ki, heç bir xarici güc öz iradəsini ölkəmizə diktə edə bilməz. Bu ildə ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı ildə ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir. Dövlətin reallaşdırdığı böyük qayıdış proqramı milli prioritetlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri nəticəsində artıq 70 minə yaxın insanın bu torpaqlarda yaşaması, işləməsi və təhsil alması, keçmiş məcburi köçkünlərin 32 kənd, qəsəbə və şəhərə qayıtması tarixi ədalətin praktik təcəssümü kimi dəyərləndirildi. Bu prosesin mərhələli şəkildə davam edəcəyi vurğulandı.
Müraciətin mühüm mesajlarından biri də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı oldu. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının arxasında güclü, müstəqil və qalib dövlətin dayandığı xüsusi qeyd edildi. Soydaşlarımızın taleyinin dövlət üçün dəyərli olduğu və milli həmrəyliyin Azərbaycanın ən böyük güclərindən biri olduğu vurğulandı.